psixoloq qonağımız İlhamə Mustafayevadır. Xoş gəlmisiniz İlhamə xanım, necəsiniz? Xoş gördük Nigar xanım, təşəkkür edirəm. Sizcə müasir kişilərin xarakterində nələr dəyişib? Bəlkə biz onlardan çox şey tələb etmişik, güclü ol, səbirli ol. Bu psixoloji cəhətdən indiki kişilərdə hiss edirmisiniz ki, yəni dəyişikliklər hiss edirsiniz? Xarakter, belə deyim də, çox məsuliyyətli bir mövzudur ümumiyyətlə psixologiyada. Xarakterin dəyişməsi hələm-hələm olmur. Xarakter çünki çox dayanıqlı, çox, belə deyim də, qalıcı bir psixi xüsusiyyətlərin cəmidir. Bu, həm insanın davranışlarını müəyyən eləyir xarakter, həm də ki, başqalarına və özünə olan münasibəti müəyyən eləyir. Buna görə də xarakterin dəyişməsi əslində çətin məsələdir. Çünki xarakter əslində 7 yaşa qədər formalaşdığını deyir psixoloqlar ki, xarakter 7 yaşa qədər formalaşır. Yəni deyirik 7-yə qədər uşaqda hansı bacarıqlar, hansı vərdişlər, hansı xarakterlər formalaşmışdısa, bunun dalınca gedəcək. Yəni bunun üzərində qurulacaq. Bir də xarakterə təsir edən əsas məsələ bizim temperamentimizdir. Bu da bioloji, genetik əsasdır ki, hansı ki bizim xarakterimiz temperamentin və o genetikanın üzərində qurulur əslində. Və o siz deyən məsələ ki var, xarakterin dəyişməsi. Bəli, bu da mümkündür. Belə ki, tərbiyənin və ətraf mühitin, cəmiyyətin təsiri də xarakterin dəyişməsinə təsir göstərə bilər. Cəmiyyət nə qədər rol oynayır ki? Cəmiyyət də əlbəttə ki, mühüm rol oynayır. Tərbiyə mühüm rol oynayır. Hansı tərbiyənin verilməsi oğlan uşaqlarına ailədə. Bəzən baxırsan ki, bu məsələn yetkinlik yaşına çatmış uşaqdır və yaxud da gənc bir gəncdir də, onun uşaq vaxtı tamam başqa xarakteri olub, tamam başqa düşüncələri olub və artıq 20-25 yaşdan sonra formalaşan vaxtı daha zəif, daha küsəyən, indiki ümumiyyətlə gənclər arasında bu küsəyənlik daha çox yayılıb demək olar ki, və zəiflik, bir işin öhdəsindən gəlmək üçün çox çaba göstərmirlər, yarıda buraxırlar və yaxud münasibət qurmaqda çətinlik çəkirlər və münasibət üçün əvvəllər necə idi oğlanlar, kişilər bir mübarizə aparırdılar. İndiki kişilərdə çox o mübarizlik görsənmir. Çünki əlçatanlıq çoxalıb. Əvvəl qadını əldə eləmək üçün o mübarizə aparmağa məcbur idi. Cəmiyyətin, yəni belə əvvəlki cəmiyyətdəki qadınlar necə idi? Daha çox ciddi, daha çox əlçatmaz idilər. Amma indiki cəmiyyətdə qadınların daha çox əlçatanlığından da irəli gəlir ki, bu artıq kişinin mübarizəsini söndürüb içində. Belə deyim də, mübarizə üçün əsas çox deyil. Düzdür, hələ də belə qadınlar var təbii ki, çətin əldə oluna bilən və kişilər də daha çox o çətin əsl kişi xarakterindən əgər söhbət gedirsə, o da çətin əldə olunan qadınların mübarizəsinə keçəcək. Çünki onun xarakteri budur, o ovçudur. Yəni kişilər təbiət etibarilə mübarizəçidirlər, yəni ki, döyüşçüdürlər, ovçudular bu baxımdan. O ki, qaldı o siz dediyiniz məsələ, bu, bəli, psixikanın hansısa bir zəifliyindən irəli gələ bilər ki, uşaq vaxtı o şərait olmadı, yəni onun hansısa bir küsəyənliyi. Çünki evdə kimi idi, atası idi, anası idi, hər istədiklərini verirdilər oğlan uşaqlarına və bu uşaqlar təbii ki, harda küsəcəklər, istədikləri şeylər həmən onlara verilir. Cəmiyyətə çıxanda cəmiyyətdə hər kəs onların nazı ilə oynamayacaq, atası, anası kimi. Buna görə də biz deyirik ki, tərbiyənin də mühüm rolu var ki, o oğlan uşaqları orada bişsin, düşsün. Ümumiyyətlə, cəmiyyətdə kişilərdən gözlənilən rollar necə dəyişib? Cavan ailələr arasında sizə müraciət olunanlar əsasında nə deyə bilərsiniz? Rollar dəyişibmi ümumiyyətlə? İndi rolları bərabərləşdirmək istəyirlər. Mən öz gördüyüm, öz təcrübəmə əsaslanaraq onu deyim ki, rolları bərabərləşdirmək istəyirlər. Kişi də qab yumalıdır, kişi də ev yığışdırmalıdır. Bəli, təəssüflər olsun ki, gənc yeniyetmə qızlar arasında da bu tendensiya gedir. Mən bunu görürəm yeniyetmə qızlarda. Yenə deyirəm ki, bu belə deyim, statistika mənim öz şəxsi statistikamdır. Belə bir, belə deyim də, sorğu keçirməmişəm hansı bir tədqiqat nəticəsində. Amma təəssüflər olsun ki, yəni sizə müraciət edən xəstələrdən olur. Bəli, yeniyetmə qızlar olsun, gənc qızlar olsun, onlar daha çox evdə kişi ilə bərabər, işlərin bərabər görülməsini istəyirlər. Bu da bilirsiniz, niyə əmələ gəlib Nigar xanım? Mən düşünürəm ki, bu da bir sosial, iqtisadi faktordur. Çünki qadın da işdə olur axşama qədər. Tutaq ki, hansı qadınlar ki, axşama qədər işdə olur, mən düşünürəm ki, o qadınlar haqlıdırlar. Çünki eyni məvaciblə evə daxil olurlar və eyni məvaciblə o kişi ilə bərabər evə daxil olursa, düşünürəm ki, burada o, belə deyim də, güzəştlərə getmək lazımdır.
lazımdır. Çünki qadın da bir insandır. Yox, əgər qadın çox işləmirsə, onun enerjisi evə çox qalırsa, əlbəttə ki, o kişidən bu işləri tələb etməməlidir. Amma təəssüflər olsun ki, tələb eləyənlər də var. Ona görə əvvəlki dövrə nisbətən indi daha çox bərabərlikdən danışırlar ki, kişi və qadın bərabər. Amma bu bərabərlikdən də hamı danışmamalıdır. Əvvəllər çox qadınlarımız çalışmırdı, çox az xanımlar işləyirdi. İndi isə xanımlar üstünlük təşkil edir. Evdar xanımlar daha çox idi. Ona görə bəzən işləyən xanımlarda bir mübariz. Çünki onlar da yorulurlar və haqlıdırlar. Doğrudan da işləyən xanımlar var ki, bəzən görürsən belə də olur, təəssüflər olsun ki, məsuliyyətsiz bəylər də statistika etibarı ilə təəssüflər olsun ki, işsizlik, burada sosial iqtisadi faktorlar da var. Təbii ki, cəmiyyətin problemləri var. İnsanın yenə də o şəxsi individuallığı var ki, evə məvacib gətirmir. Eyni zamanda da xanımın gətirdiyi məvaciblə bütün tələbatlar ödənilir. Üstəlik də ki, xanım evdə iş görməlidir. Bu artıq ədalətsizlikdir. Bu nöqteyi nəzərdən bəli, düşünürəm ki, rollar paylaşılmalıdır. Biz həmkarlarımızla keçən gün bir söhbət apardıq. Əvvəllər deyir, hərdən fikirləşirik ki, bir ay ərzində 2-3 dəvətnamə gəlirdi də toylarla bağlı. İndi çoxdan da heç toylara dəvətnamələr də gəlmir. Baxırıq ki, heç ətrafımızda da gənclər ailə qurmaq istəmir. Sizcə bunun səbəbi nədir? Kişilərin ailə qurmaqdan qorxmasının səbəbi nədir? Məsuliyyət altına girmək istəmirlər, ona bağlı olar. Bəli, ən əsası bu məsuliyyətdən qaçışdır. Çünki ailə qurmaq üçün həm psixoloji sağlamlıq lazımdır, həm də ki, psixoloji dayanıqlıq, sağlamlılıq, yəni o ailəni bir irəli aparmaq, o ailənin bir başında durmaq, onun tələbatlarını ödəmək və s. kimi həm psixoloji yetişkənlik lazımdır, həm də ki, sosial məsuliyyət almaq lazımdır. Təəssüflər olsun ki, bunlar çatışmayanda, bəli. Bir də ki, qarşı tərəfin tələbləri də çoxalıb. Bəzən, məsələn, sosial şəbəkələrin burada rolu mühümdür ki, məsələn, hansısa bir qadın hədiyyə aldığı, yəni ki, yoldaşının ona aldığı hədiyyələri nümayiş elətdirir və bu bəylərdə istər-istəməz mən yoldaşıma bunu edə bilməyəcəm və yaxud da yoldaşı bundan tələb eləyir. Axı, müqayisələr bizdə hər zaman olmuşdu. Onda var, məndə də olsun və sosial şəbəkələr də bunu çoxaldıb, çünki daha əlçatan eləyib, hər evdə artıq bu görünür. Hər kəsin telefonu əlinə alında artıq görünür, kimin hansı hədiyyəsi var, sosial statuslarda çünki bu paylanılır və s. Bu həm də bir, belə demə, ehtiyat edir kişilər, həm də ki, mən istədiyim kimi saxlaya bilməyəcəm ailəmi. Burada həm də ki, bir standartlara uyma var. Çünki bir, belə demə, standart altında gedir hər şey. Sanki bu cür olmalıdır ailə. Məsələn, əvvəllər necə idi? Evi olmurdu insanın və yaxud da ki, işi normal o qədər səviyyədə olmurdu, amma evlənirdilər, ailə qururdular, bərabər aparırdılar. İndi, yəni bu standart altında deyir ki, olsun sonra. Buna görə də, yəni ki, bu, belə deyil, ləngimələr, evlilikdə olan bu zaman baxımından ləngimələr belə çıxır ki, kişiyə ailəni təmin etməlisən mesajı psixoloji pis təsir eləyir də. Belə deyim də, həm də ki, burada cəmiyyətin yükü var, sosial-iqtisadi faktorlar var ki, bu nöqtəsindən gələ bilmir, həm də ki, onun o, belə deyim də, vəsaitləri yoxdur, tələbatları ödənmək üçün bilirsiniz də, indiki dövrün tələbatları da çoxalıb, əvvəlki uşaqların necə böyüyürdü, indiki uşaqlar necə böyüyür, məsələn, məktəb xərcləri və yaxud da ki, heç məktəbə getmir, bağça xərcləri, burada nə qədər şeylər tələb olunur, biz hər birimiz bunu bilirik. Tələblər çoxalıb, xərclər çoxalıb və bizim lazımsız, belə deyim də, algılarımız çoxalıb, şopinglərimiz lazımsız. Göstərişlər çoxalıb, belə deyim. Bu da statuslarda daha çox nəyisə göstərmək üçün biz sanki yaşamırıq. Bax, indiki dövrün, müasir dövrün pis tərəfi odur ki, biz hər şeyi göstərmək istəyirik. Olduğumuz kimi yox, istədiyimiz kimi özümüzü necə istəyiriksə o cür olmağımızı göstərmək istəyirik. Bu da yəqin ki, sosial şəbəkələrdən baxıb götürürlər insanlar. Əslində onlar reklam xarakterli, o həmin blogerlərdir, sosial şəbəkədə yəni reklam olunanlar nəzərdə tuturam. Onların həyatı ilə əlbəttə ki, adi həyat eyni deyil, amma insanlar düşünür ki, onların həyatı kimi yaşaya bilərəm. Onlar bir şou, bir senari üzərində qurub həmin həyatlarını reklam edirlər çox zaman. Belə bir şərh gəlib burada İlhamə xanım. Deyirlər ki, küsəyən kişilərlə həmin anda necə rəftar eləmək lazımdır?
Bu çətin bir məsələdir. Əgər kişi küsəyəndirsə, əslində kişi küsəyən olmamalıdır. Ümumiyyətlə insan küsəyən olmamalıdır. Bu cinslərə bölməyə. Əgər bir küsəyənlik varsa, orada psixoloji bir məqam var. Bəlkə ola bilsin ki, adam uzun müddət iş rejimindən sonra və yaxud da hansısa bir həyatında baş verən hadisədən sonra orada psixi dəyişikliklər baş verib, adamın psixikası belə deyim də dəyişilib, pozulub, hansısa problemlər əmələ gəlib. Normal insan küsməməlidir, adekvat qarşılamalıdır. Oturub başa salmaq lazımdır. Ümumiyyətlə, məsələni həll etmək lazımdır ki, mənim hansı davranışım səbəb olub sənin küsməyinə. Yəqin ki, o kişinin gözləntiləri çoxdur. Bəzən elə problem də budur. Problem də budur, çünki ünsiyyət qurulmur. Hər kəs, məsələn, gözləyir qarşı tərəfindən. O gözlənti də olmayanda küsür, kimsə aqressivləşir. Buna görə də ünsiyyət qurmaq lazımdır, daha çox danışmaq lazımdır. Təəssüf ki, indiki insanlar da daha çox danışmır. Özünüz də müşahidə edirsiniz ki, telefon əlimizdə, yəni ki, biz ancaq bir tərəfli ünsiyyət qururuq. Kiminsə paylaşımlarına baxırıq və yaxud da ki, hansı informasiyalar və s. Daha çox fərdiləşmişdir indi insanlar. Sizə müraciət edən cütlüklər arasında ən çox indi hansı problemlə bağlı müraciət edirlər? Problem elə yenə də deyirəm budur ki, bərabər olsun, kişi də evdə bərabər məndən iş görsün. Bəli, bu tələb olunur və daha çox gəzmək tələbatıdır ki, kişi məni daha çox gəzməyə aparsın, biz daha çox bir yerdə vaxt keçirək, daha çox ünsiyyət yox, daha çox harasa getmək. Bax, bu göstəriş xarakteri təbii ki, bizim cəmiyyətimizə mənfi təsir göstərir. Bu zaman siz ayrı-ayrı həm xanımlarla, həm də bəylərlə danışırsınız və ümumiyyətlə gənclərə məsləhətiniz nədir? Bəylər çox az gəlir, təəssüflər olsun ki. Niyə istəmirlər qəbul eləmək? Çünki bəylərə nəyisə öyrətmək, onların psixologiyası elədir ki, əvvəldən bəylərin psixologiyasını, sanki mən hər şeyi bilirəm, aldığım informasiyanı sadəcə öz bildiklərimlə müqayisə eləyə bilərəm. Xanımlar daha çox informasiya almağa tələbatlıdırlar, belə deyim. Aha. İş həyatının ümumiyyətlə kişilərə təsirindən stres və tükənmişlik sindromunu necə aradan qaldırsınlar? Belə bir sual gəlib burada. Bəli, bu da günümüzün aktual məsələlərindən biridir. Çünki tıxaclar çoxdur, çünki biz təbiətdən ayrılmışıq, çünki iş saatlarının bəzi elə bəylər var ki, ağır işdə işləyirlər, doğrudan da bizim hərbiçilərimiz var, məsələn, bizim ağır işdə işləyən, tikintidə işləyən bəylər var ki, onlar həddindən çox və yaxud da ki, müştəri ilə işləyən insanlar var ki, yorğunluq sindromu gəlir və bunun da qarşısını almaq üçün ən birinci düşünürəm ki, o hisslərini belə deyim də qarşı tərəfə başa salmaq və qarşı tərəfin də bunu anlayışla qarşılaması, problemləri bastırmaq yox, aqressiyaya və yaxud da ki, küskünlüyə tərəf getmək yox, problemləri bir yerdə müzakirə eləmək və doğrudan da o yorulduğunu başqasına izah eləyəndə, belə deyim də ifadə eləyəndə onun yorğunluğu artıq azalır. Mən düşünürəm ki, qarşıda bir onu anlayışla dinləyən bir insan varsa və təbii ki, burada təbiət, burada yürüyüş, mən demirəm kimsə fitnesə getsin, bu sözü sevmirəm çox, çünki burada bir vəsait qət eləmək lazımdır və yaxud da ki, məsafə baxımından belə deyim də yol qət eləmək lazımdır. Buna görə də yürüyüş eləyə bilərlər, təbiətdə daha çox ola bilərlər. Məsələn, əgər 6 gün işləyirsə, heç olmasa həftənin bir gününü bir təbiətin qoynunda, ən azı parkda və s. bu cür ki, o balansı və yaxud dəniz qırağına getmək olar ki, bu yorğunluğun aradan qaldırılmasının ən birinci üsulu vasitəsi təbiətdə. Amma bizim insanlarımız nə edir? Daha çox insanların çox olduğu məkanlara, mollara üst tuturlar. Burada da psixikanın artıq belə deyim də o yorğunluq var. Üstünə də gəl bu yorğunluq, burada beyin belə deyim də istirahət eləyə bilmir. İlhamiyə xanım, biz müasir kişilərin xarakterində ən çox nə dəyişib? Belə bir sorğu yerləşdirmişik. Sizin də fikrinizi almaq istəyərdim bir psixoloq olaraq, həm də həyat təcrübənizə əsaslanaraq istəyirdim fikrinizi alım. Müasir kişilərin xarakterində ən çox nə dəyişib? Kişilər daha küsəyən olublar, variantları deyirəm sizə. Kişilərin işgüzarlığı azalıb, kişilərin qayğıkeşliyi çoxalıb, indi ürəklə yox, məntiqlə hərəkət edirlər. Və faiz göstəriciləri də kişilərin daha çox küsəyən olublar. 46% insanlarımız səs veriblər. 27% kişilərin işgüzarlığı azalıb deyə deyirlər. 18% də indi ürəklə yox, məntiqlə hərəkət edirlər və 9% də qayğıkeşliyi çoxalıb deyirlər.
ən az faiz qayğıkeşliyi çoxalıb. Ən az faiz qayğıkeşlik çoxalıb. Bu belə deyim də, bu da müəyyən bir elə bir statistikadır ki, hər kəsə aid etmək olmaz. İndi heç qayğıkeşliyi olmayan və yaxud da ki, aşırı qayğıkeş olan insanlar da var. Bu həmişə olmuşdu bu bəylər. Düzdür, əvvəllər daha az idi. Bəlkə də indi kişilərin qayğıkeşliyi çoxalıb. Məsələn, qız uşaqlarına münasibətdə götürək, məsələn, yoldaşına olan münasibətdə götürək ki, indi deyərdim ki, bəli, qayğıkeşlik bəlkə də artıb və kişilər özləri də təbiətdən uzaqlaşıblar axı. Məsələn, kişilər əvvəl daha çox lazımlı idilər. İndi texnikalar kişiləri əvəz elədilər daha çox. Qadınlar da işləməyə başladı. Buna görə kişilər sanki özlərini bir zəif hiss eləməyə başladı. Müasir cəmiyyətdə, müasir bu sivilizasiyanın nəticəsində. Bəlkə də küskünlükləri ən əsas budur kişilərin ki, onlar bunu qəbul eləyə bilmirlər. Çünki uzun müddət kişi hegemon olmuşdu, öz sözünü demişdi, öz idarəçiliyi altında olmuşdu hər şey. İndi qadınların da işləməsinin əlçatan olması, qadınların da hüquqlarının, haqlarının qorunması onları bəli, biraz belə deyərdim ki, sosial faktordur ki, küstürmüşdür ki, belə olmaz. Yəni, qadın mənim sözümlə oturub durmalıdır, qadın işləməməlidir. Çünki əvvəlcədən belə deyim də, bu həm də bir mühitin təsiridir ki, bizim kişilərimiz əvvəlcədən buna öyrəşdirilmişdi. Qadın nə dedi, odur. Bu da təbii ki, biz də bilirik ki, Azərbaycan qadını daha çox faiz etibarilə təzyiqlərə məruz qalmışdı, öz sözü, öz haqqı olmamışdı və bu üsyanlar bilirsiniz də, yəni qadın üsyanları ki, onların da öz haqlarının qorunması gətirib buna çıxartdı. Düşünürsünüz ki, bəli, əsas Azərbaycanda məsələn bu faktordur ki, mənim babamın, atamın sözü keçirdi, mənim sözüm keçmir. Amma orada da sözü necə keçirdi? Bax, bu kişilərin, biz çünki Azərbaycanlıyıq, hər birimizin təcrübəmiz var, ən azı ailə təcrübəmiz var. Və burada da ki, daha çox qadınlar baskı altındaydı. Çünki heç bir qadın da durduğu yerdə güclü olmadı, məcburiyyətdən. Azərbaycan qadını məcburiyyətdən gücləndi. Mən bunu, yəni ki, öz təcrübələrimə əsaslanaraq deyirəm.